Bu videoda Azərbaycanda Farmaya.com adlı onlayn yatırım sayti vəd edən piramida şəbəkəsi ilə bağlı baş verənləri araşdırırıq. Daxili İşlər Nazirliyinin kibercinayətkarlıqla mübarizə baş idarəsinin apardığı əməliyyatlar nəticəsində bu layihə piramida tərəzzülüğü kimi ifşa edildi. 18 mindən çox insan cəlb edildiyi, təxminən 400 min manata yaxın vəsaiti mənimsərdiyi iddia edilir. Admin kimi müəyyən edilən Hüseyn Quliyev həbs edilib və ona qarşı cinayət işi qaldırılıb. Eyni zamanda Hüseyn Quliyevin məşhur Azərbaycan YouTuberi Zevs, tanınmış adı ilə Zevs, Ruslan Quliyev ilə qardaş olması bu işlə əlavə diqqət çəkib. Videoda faktlara, məhkəmə proseslərini və zərərçəkmiş ifadələri nəzərə salırıq. Bu tip piramida sxemlərdən necə qorunmaq, risklər nələrdir, qanuni məsuliyyət necədir, hamısını danışırıq. Xahiş edirəm videonu bəyənin və şərhlərdə fikirlərinizi bölüşün. Salam, bugünkü videomuzda Azərbaycanda böyük rezonans doğuran bir məsələni araşdıracağıq. Farmaya.com adlı layihə və bu layihə ilə bağlı olan piramida tərəzzülüğü işi. Belə başlayırıq. 2024-cü ilin sonlarında Daxili İşlər Nazirliyinin kibercinayətkarlıq mübarizə baş idarəsi çox sayda şikayətlər daxil oldu. İnsanlar sosial şəbəkələrdə Farmaya.com adlı bir platformanın reklamını görmüşlər və orada yüksək gəlir, sürət qazanc verilirdi. Bu sayt investisiya layihəsi kimi təqdim olunurdu. Yəni istifadəçilər pul yatırır, sonra isə gündəlik gəlir alırdılar. Ancaq bu real iqtisadi layihə deyildi. Araşdırmalar göstərdi ki, bu onlayn piramida tərəzzülüğü sistemidir. Əməliyyat texniki tədbirlər nəticəsində müəyyən edildi ki, saytın idarə etmə panelinin admini 2006-cı il təvəllüdlü Hüseyn Quliyev müəyyən edilib və o saxlanılıb. Hüseyn müxtəlif sosial media hesablarında özünü bloger kimi tanıdaraq Farmaya.com-un rəsmi investisiya layihəsi olduğunu reklam edib. İnsanların yatırdıqları məbləğin əvəzinə yüksək gəlir vəd edib. Bu yolla təxminən 18 mindən çox insan platformaya qoşulub. Polisin araşdırmasına görə bu layihə nəticəsində təxminən 400 min manata yaxın vəsait tərəzzülüq yolu ilə mənimsənilib və araşdırma zamanı 700 min manatdan çox pulun müxtəlif bank kartlarına daxil olduğu məlum olub. Bu fəaliyyətə görə Hüseyn Quliyev Azərbaycan Cinayət Məcəlləsi ilə ittiham olunur və onun əməkdaşlarına hakim müsadirə edilə bilər. 7 ildən 12 ilə qədər azadlıqdan məhrum edilmə cəzası ilə üzləşə bilər. Xatırladaq ki, Hüseyn Quliyev məşhur video bloger Zevs adlı YouTuberin qardaşıdır. Bu səbəbdən bu iş daha çox diqqət çəkdi və sosial mediada geniş müzakirə oldu. Məhkəmə prosesləri hələ də davam edir. Bəzən zərərçəkmiş şəxslər ifadə veriblər ki, əvvəlcə kiçik məbləğlər əldə edib çıxarıblar. Lakin sonradan sistem bağlandığı üçün böyük məbləğləri çıxara bilməyiblər. Bu videosunda biz həmçinin qeyd edəcəyik ki, bu cür tez gəlir vəd edən layihələr diqqətlə yanaşmaq lazımdır. Həqiqi investisiya layihələri maliyyə qurumları tərəfindən tənzimlənir və şəffaf fəaliyyət göstərirlər. Amma piramida sxemlərində əksər hallarda belə struktur yoxdur. Əgər belə bir platform real biznes kimi görünür və sənədli rəsmi maliyyə vəsaiti yoxdursa, ehtiyatlı olmaq lazımdır. Bu tip sxemlərə girənlərin çoxu sonralardan pulunu çıxara bilməyib. Nəticə. Bu iş həm Azərbaycanda onlayn piramida tərəzzülüğü, həm də populyar blogerlə əlaqəli məsuliyyət məsələsi kimi diqqət çəkib. Hüseyn Quliyev biz hüquqi məsuliyyətə cəlb olunduğu və iş məhkəmədə davam edir. Bir videonu da sona çatdıq. Sağ olun, növbəti videoda görüşərik. Əgər siz də real biznes videosunun gəlməsini istəyirsinizsə, yorumlara yazın və bəyəni atın, kanala da abunə olun. Bu məsələni yaxından araşdıraq. Sağ olun. Bir dəqiqəlik videonu bölürəm. Yeni yarışma keçirilir. Gerçək Beşiktaşlı kimdir? 2 dənə Beşiktaşlı olacaq. Hamı özünə deyəcək, mən Beşiktaşlıyam və bunu sübut etməyə çalışacaq. Və sonda bir yarışmacı qalib olacaq. Yalan Beşiktaşlı olsa, yalancılara mükafat veriləcək. Əgər doğrucu Beşiktaşlı olsa, doğruculara mükafat veriləcək. Gəlin, sübut edin ki, siz Beşiktaşlısınız. Baş vurmaq üçün Instagram səhifəmə yazmağı unutmayın. Kanalın açıqlama səhifəsində Instagram səhifəmi qeyd etmişəm. Gəlin, videoya davam edək.